Dostlar, hazırda Kuban avtobusunun karbüratorunu söküb gətirmişəm. Peşəkar təcrübəli karbürator ustası Kamil əmiyə mənim maşınımın Vaz-2107'nin karbüratorunu həmişə Kamil əmi təmir eləyir. Belə nizamlayır ki, çox optimal vəziyyətdə olur karbürator. İndi Kuban avtobusunun karbüratorunu söküb, təmizləyəcək, nizamlayacaq və sonradan aparıb bağlayacağım avtobusun üzərinə. Çünki avtomobilin mühərrikinin gücü, yanacaq sərfiyyatı, ətrafa toksik maddələrin nə miqdarda atılması karbüratorun iş rejimindən asılıdır. Daha doğrusu sazlanmışsa, normal təmizlənmişsə o karbürator normal göstəricilərlə işləyəcək. Kuban avtomobili də bildiyiniz kimi Gaz 53 markalı avtomobillərin bazasında yığılıb. Ona görə də onun bütün kuzadan başqa bütün detalları, hissələri, düyümləri Gaz 53-dən eynidir və bu karbüratorda Kamil icazə ver K126B markalı karbüratordur. Keçmiş Sovet İttifaqında istehsal olunur. Gaz quraşdırıblar. Dostlar, bizim avtobus qazla da işləyib deyə karbüratorun üzərində belə bir, bunlar da eləmi? Belə bir borular, borucuqlar var, trubkalar var burada. Heç Kamil əmiyə deməmişdim, avtobus qazla işləyib, özü baxanda karbüratora bildi. Kamil əmi o borucuqları açıb yerinə tıxac vuracaq. Zaqmışqı tıxac eləyərik də. Kamil əmi təxminən 4 ya 5 litr benzin tökürəm maşına. Elə idarənin həyətində bir 3 dövrə fırlanan kimi benzin qutarır. Karbürator da çox düşdülür. Görünür karbüratorun sərfiyyatı falan. İndi inşallah bunu nizamlayarsınız. Motorun çəkməyi də mənə belə gəlir ki, asılı olacaq bunun düzəlməyindən. Seyir olacaq. Yeri gəlmişəm, bu şüşə çartlayıb təzəsini almışam, onu da gətirib verərəm sizə. Həmin şüşədəndir. Qoyar onları burada qalsın. Karbürator hissəsi sökülür. Yaddaşımız azdır deyə telefonda mən tam hamısını çəkə bilmirəm videonun. Amma müəyyən əsas maraqlı məqamlarını çəkib təqdim eləmək istəyirəm. Manjet xarab. Buz kaliteli salih. Bəli. Benzin miktarı nizamlamaq. Bu hissə lütf oldu. Bu Kamil əmi benzinin miqdarını nizamlayır. Tixi xodda xalas qoydu. Nizamlayır. Yaxşı profil olur, keçilər belə dözümlüdür. Qazla eləyiblər, bronza eləyiblər, difüzor hər ikisini. Bunlar belə
olması, yəni belə də öcə benzinlə işləyəndə və əyiblərdə görürsən. Yəni, bunlar Onu bilməyərəkdən əyiblər, yoxsa yox, necə? qazı deşib bağlayanda basıb Hə, başa düşdüm. Ha, bunu ilə deşəndə olub, belə bildim. Siverlit eləyib, rezbi açanda basıb bu biraz çalışıb yumru eləməli, hava axını oradan gelir. Bəli. Havanın miqdarı imkan verirsin. Yeri də bilinir. Yəni. Ola bir səsdir. Yavaş yavaş eləyərək qaydar geri, yüngül. Mən bilsəydim bunlar zədələnib, təzəsini alardım. Eyb yoxdur məsələ bunda. Bunlar da olmur. Olsa Tərif burada eləyərik. karbüratörlərdə var görsək olsa açıb qoyarıq. Yaxşı. Hı. 330. Bu jiklyor oldu. Ya benzin jiguli. İkisi de eyni olur. Bəli. İkisine simetrik var. Bunların ayrıca bir Hazırda gördüyünüz kimi karbüratör sökülü vəziyyətdədir və yuyulacaq indi.
Hə dostlar, karburator yuyuldu. Buyur Kamiləm. İndi yığılacaq. Kamiləm bizim için bir çay da süzüb. Çay içə çəkilişimizi davam edirik. Kamiləm yerlərini değişsin onun. O... Yok, ikisi eyni de. Yox, Fərqi yox. deşikləri, hə. Yok, görürsən? Mən burada deşiklər var idi. Onun fırlattığı boyuna da avtomatik bağlanır. Fırlatdığı ayrı tərəfə qoydu. Difüzor Difüzorlara, sayılır onun. balaca difüzorlar. Çox olur. İçərdə də nömrə görsənir nəsə. Nömrə yox. Nömrə şeydir, Rəqəm 27'dir. nədir? 27 razmerdir bunlar, hər ikisi. Bəli. Eynidirlər, ha. Getdi. Bu difüzoru o təmiz olunan şeyləri heç göstərmir də, o şeydə, yəni o əzikdir. Bunları bağlayır, burjinləri alır. Benzin iğnəsini. Elə yığılma ardıcıllığı sökülmənin tərsidir də, belə deyək. Bunu biri görsünler. Burada. Al. Aysa. Axıra kimi bağlanır, iki boruda açırıq, sonra mühərrikin üstündə işləyəndə onu şey eləmək olur. Ya bağlamayı açmaq mühərrikdə nizamlanır. İkisi də paralel, Hə, belə deyim də, eyni səviyyədə açılmalıdır. Silindirədir, hə, yarısı. Eyni səviyyədə qoyuruq. Bunu bizi maşının üstünə qoymaq üçün hazır. Mənə ehtiyac olacaq bunu regulatördə nizamlayım orada, yoxsa? Qızdırandan söyləyəndən sonra bağlamağa meyilli olursan, azız bağlısa gördün əsmə var, biraz geri edirsə hamar. Sonra o birisini. 4 dənəni birini, 4 bir. Gelin onu bir damlayayım işlesini. Şimdi görmekten koşulurlar kırtıklanları. Ya bu. Taş düştü. Ha. Mesela hava giden yer ki var.
Axını yaxşı. Qırdıq oranı yonduğumuza göre yaxşı oldu. Təzəsi burada. Hayır, sen direkt satın aldığın zaman bir tane daim var orada burada. Siz de hiç önemli değil. Siz bak diye burada. Ne kadar sana çapıyor. Bunları sen... Kamlarından da avtobusda, motorda karter qazları atmosferə atılır. Yəni karburatora fırlanıb gəlmir. Yani orada bölümde olur, aşağı salınır. Hə, aşağı salır. O vaxt elə olur. Hə. Ha, o vaxt elə olur. Çünki qazanda da elə bir mexanizm yoxdur ki, o qazı qəbul eləsin. Yox. Şu bir de buradadır.
Sınır böyle. Sınıf arkasında nəsə nazik bir plyonka kəsib qoyublar. Mən dedim bundan tapa bilmərəm. Yok varsa. Sumqayıtda bazarda tap. Tapmasaydım məcbur idim. Bu Eynək düzəltdirdiyim yerdə. Yok neyse eynək şeylerini sual vermem bilirim ne var ne. Her şeye özür yorum. O kişiler var satışta. Allah. Onlar kırsan işlesen o materyaller biraz boşalanda hisseden görürsen her sinek katıyor kanka. Uygun görürsen çok yok. Çok belki. O da su. Yine trupkalar. Teşekkür ederim. Teşekkürler güzel. Ha buradan benzin vurma oldu. İkisini de bu boyu burada oradan. İkisi de vuruyor bozca. Bize lazım var. Ardıcıl gelir de onu yoxlamasın, onu koysun birden vurmayacaq. Sonra bir de açmalısın. Sırayla ha, vurucu o da oturdu öz yerinde. Aha, bizim üst kırışkamız, praklatka. Yakları praklatkamız vardı burada. Deməli, bu üstündeydi. İkisini koymaq istəyirəm, üst-üstə olsun. Necə məsləhət? Yox, biriydi ha. Səhv eləmirəmsə, hə. Birini özünü saxlayıram, elə yaxşı da qalıb. Bəli, İkincidəki ayrı ürünü yığışdırsın. Süper. Oturdu buraya. Deməli dostlar, məndə hava filtrinin bağlandığı qazanın bu dayağı karbüratorun üst hissəsində olur bu hissə detal. Burada qırıqdır. Gördüyünüz kimi. Çatlayır. Hava sürücüyəcəni saxlayır da. Bəli. Hava filtrini saxlayan hissədir. İndi Kamil əmi təzəsin donur karbüratordan açıb qoyacaq mənim maşınımın karbüratoruna. Bir şey var orada. Emin al buradan. Ama onu bir saat Buranı görürsən. Selamünaleyküm aslan. Bəli. O var onu ha. Dedi ben patsos eləyirəm. Aha, aralandı bax bura. Bəli. Bax, bəs eləyir. O da onun patsosudur. Yusuf, bu da belə, bu da belə. Balaca. Bir dənə bunu qoy görüm mən onu tapım. Deməli, dostlar, bizim dəyərli karbürator ustamız Kamil əmi Kuban avtobusunun
Yox, o deyil. Karbüratorunu yudu, nizamladı. Burada müəyyən yeyilmiş, sıradan çıxmış hissələri əlavə elədi və sınmış detal var idi. Donor karbüratordan həmin hissəni açdı. Yeni bu Kubanın karbüratoruna qoydu və lazımi nizamlama işlərini apardı karbüratorun üzərində. Müəyyən şeyləri də mənə başa saldı və bu gördüyünüz maraqlı avtomobilə aid kitablardır. Müəyyən öyrədici kitablar da onları verdi. Xüsusən də bu Vaz 2107 kitab çox yerinə düşdü. Maraqlıdır. Baxmayaraq ki, həmin maşını bir neçə ildir istifadə edirəm, amma yenə də bilmədiyimiz bir çox şeylər var. Və bu Qazanlüçün karbüratorunu da mənə hədiyyə elədi, donor kimi. Ki, yəni Kubanda nəsə sıradan çıxdı elədi, bunu istifadə edirik. Kamil əmi, çox sağ ol, var ol. Sən həmişə dəstək olursan. Kitab sevənlərə vermək lazımdır. Sağ ol. Siz də maşallah, alim adamsınız, maşallah, maşallah. Siz də oxuyursunuz, kitab qaldı oxumadın, o kitab deyil ki. Və yaxud bunlar da halal pulsunda da. Çox sağ ol, Allah köməyiniz olsun. Çox sağ ol, belə sənə qulluq edir. Sağ ol, var ol. Daha doğrusu bu karbüratorun nə cür işlədiyini mən sizə yəqin ki, elə bu videoda da göstərəcəyəm. Avtobusun üzərinə bağlayandan sonra onu işə salacağım, sürəcəyəm və fərqi görəcəyik inşallah. Çox sağ olun, diqqətinizə görə. Sağ ol. Bugün bu yuyulmuş, təmizlənmiş karbüratoru mühərriyin üzərinə bağlayacağıq və mühərriki işə salacağıq. Ustanın mənə başa saldığı şəkildə karbüratoru nizamlayacağım və əvvəlki iş rejimi ilə müqayisə edəcəm. Təxmini biləcəm ki, bu yuyulmanın, nizamlamanın əvvəlki ilə müqayisədə nə dərəcədə müsbətə doğru təsir olub. Və həmçinin mən sizə bu müddət ərzində başqa nələri aldığımı, nələri tapdığımı, hansılar ki, düşünürdüm tapmaq çətin olar, amma yəni də tapdım. Onları göstərəcəyim. Müəyyən xırda hissələrdir. Bəzi hissələr də ki, əlavə ehtiyat kimi alınıb. Ona görə ki, tez qırılan hissələrdir, məsəl üçün ön şüşələrdir və s. Onları göstərəcəm və işə salacağıq maşını, müəyyən bir dövrə vuracağıq. Keçən dəfə mən bunun mühərrikinin yastıqlarını, dayaq yastıqlarını dəyişdim. Yeni rezinlər qoydum ora. Əvvəlkilər bir qədər köhnə idi, həm də fərqli idi. Və muftanı nizamladım. O cümlədən də sürətlər qutusunun dəstəyində müəyyən ara boşluqlar vardı, lüftlər var idi birləşmə yerlərində, oynaq yerlərində. Onları aradan qaldırdım və bu nizamlamalardan sonra karbüratordur, muftadır, sürətlər qutusunun dəstəyidir. Bunları nizamlayandan sonra maşının idarə olunmasında nə kimi dəyişikliklər var əvvəlki ilə müqayisədə onu birlikdə görəcəyik. Yəni, avtomobili idarə edəndə biləcəm ki, əvvəlki ilə müqayisədə müəyyən bir müsbətə doğru irəliləyiş var, yoxsa yoxdur. Əgər yoxdursa, təbii ki, bu işləri artıq bu işlərlə peşəkar səviyyədə məşğul olmuş yük avtomobilinin çilingərləri, ustaları görməlidir. Yəni, qaz 53, zil və s. təmir edən ustalar. Çünki mən usta deyiləm, mən müəyyən şeyləri kataloqdan baxıram, götürürəm, müəyyən şeyləri YouTube-da həvəskarlar var, onlardan izləməklə öyrənirəm, müəyyən şeyləri müəyyən şəxslərdən soruşuram və s. Bu formada da bu avtomobilin üzərində bacardığım işləri özüm görməyə çalışıram ki, həm öyrənim, həm də ki, ustaya qədər, belə deyək də, avtomobil bir qədər hazır vəziyyətdə olsun. Yəni, lazım gəlsə, ən azından yerindən tərpədib, sürüb, aparıb 5 km, 10 km harasa yerləşdirmək mümkün olsun avtomobili.
Karburatoru mühərrikin üzərinə buraşdıracağıq. Bərkidildiyi yeri örtmüşəm ki, toz, yad cisimlər düşməsin. Bu bizdə karburatordur. Bu isə onun qaz mexanizmidir. Pedaldan ayaq vasitəsilə ötürülən hərəkətlərin mexanizmi verir. İşə başlamazdan öncə eynəyimi değişəcəyəm. Misir bəy bizim daimi izləyicilərimizdən biri belə bir xüsusi iş eynəyi düzəldib, hədiyyə edib mənə. Təşəkkür edirəm bu eynəyə görə Misir bəyə. Konsul optikdəndir. Kifayət qədər yaxşı ustadır. Neçə illərdir eynəyimi Misir bəy düzəldir, təmir edir. Həm də dostumuzdur. Beləliklə karburatoru yerləşdirək mühərrikin üzərinə. Bu ara qatını qoyaq. Əvvəl hansı formada idisə o formada da qoyaq. Üzərindəki izlərə istinad edirik. Belə bir vəziyyətdə idi. Sonra isə karburatorumuzu yerləşdirib qayğalar vasitəsilə bərkidirik. Mavi gözünde ulduzlar yatar, birce bakışla günü oyadar. Gel bakışınla baharı qaytar, kuşlar qayıtsın, qoy qatar qatar. Qulağa sözüme sen üzüme ot koydun, gözüme kaynayıp taşmadım ben. Bak sen üzüme, bak kaldım özüme, ne üçün şaşmadım ben. Hamı vurulur gözəlliyinə, əsrin olur kim baxsa sənə. Sən baxmasaydın əvvəlcə mənə, mən dönəcəkdim sənin kölgənə. Qulağa sözümə siracım mən sənə. Baxdın sən üzümə ot koydun, gözüme kaynayıp taşmadım ben. Baktın sen üzüme, baktın. Bu qaz lingi mexanizmində çox boşluq var idi bu hissədə. Əl altında olan vasitələrdən şlanq kəsdini yerləşdirdim ara boşluğuna. Ara boşluğu
aradan qaldırılıb. Bu hissəyə də rezin şaybə atdım. Düzdür, biraz ürəyimcə deyil, keyfiyyətli. Amma ara boşluğu tamam aradan qalxıb, elinə yer dəyişmə də yoxdur. Gəlir ki, qaz pedalının həssaslığı artmış olsun bundan sonra. Və bu mexanizmdə yadımıza salan əvvəl nə cür idi? O formada da yerinə bağlayaq. Bu vəziyyətdə yerləşməliyik. Baktın sen üzüme, oh koydun gözüme, kaynayıp taşmadım ben. Baktın sen üzüme, bakalım özüme, mevcudun şaşmadım ben. Baktın sen üzüme, oh koydun gözüme, kaynayıp taşmadım ben. Baktın sen üzüme, bakalım özüme, mevcudun şaşmadım ben. Ветер за кабиною носится с пылью, слева поворот, осторожней, шофер. Как-нибудь дотянет последние мили твой надежный друг и товарищ мотор. Не страшны тебе ни дождь, ни слякоть, резкий поворот и косогор. Чтобы не пришлось любимой плакать, крепче за баранку держись, шофер. Пусть пропахли руки дождем и бензином, пусть посеребрила виски седина. Радостно встречать тебя с маленьким сыном выйдет к перекрестку любовь и жена. Не страшны тебе ни дождь, ни слякоть, резкий поворот и косогор. Чтобы не пришлось любимой плакать, крепче за баранку держись, шофер. Дорога серою лентою вьется, залито дождем смотровое стекло. Пусть твой грузовик через бурю пробьется, я хочу, шофер, чтоб тебе повезло. Я хочу, шофер, чтоб тебе повезло. Beləliklə patsos trosunu bərkitdim. İndi də qaz pedalının
əllə idarə trosunu yağlayıb sonradan bərkidəcəm. Bu bir növ ondan ötürüdür ki, avtobus uzaq məsafəyə gedəndə sürücü ayağını daim qaz pedalında saxlamasın. Yangına benzeyir kalbim yangına, arzular səsləyir məni bahara. Vuruldum günlərin gül yanağına, ömrümü günümü səptim yollara, yollara, yollara. Geçmişəm yazlardan, qışlardan, mehriman bağışlardan. Ömrümün yoludur bu aylar iller, nəğməmin səsidir çiçələr, günlər. Qəlbimdə bülbüllər nəmə deyirlər, nəğmə gətirmişəm siz ayellər, ayellər, ayellər. Bulaqların səsi keçib qanıma, quşlar mahnı demək öyrədib mənə. Öz odlarıma, əziz anama, nəğmələr deyərəm mən dönə-dönə, nəğmələr, nəğmələr. Keçmişəm yazlardan, qışlardan, mehriman bağışlardan. Ömrümün yoludur bu aylar iller, nəğməmin səsidir çiçələr, güllər. Qəlbimdə bülbüllər nəmə deyirlər, nəğmə gətirmişəm siz ayellər, ayellər, ayellər. Geçmişim yazlardan, qışlardan, mehriban bağışlardan. Ömrümün yoludur bu aylar iller, nəğməmin sözüdür çiçələr, güllər. Qəlbimdə bülbüllər nəmə deyirlər, nəğmə gətirmişəm siz ayellər, ayellər, ayellər. Dostlar, mən bu arada avtobusun aldığım bəzi şeyləri və kimlər nə hədiyyə edib onu göstərmək istəyirəm. Məsəl üçün 2 ədəd sükandır. Söz yox, indi sükan tapmaq elə də çətin deyil, amma yaxşı vəziyyətdə olan, orijinal, necə deyərlər, vəziyyətdə qalan sükanları tapmaq çətindir. Öz üzərindəki sükan artıq ömrün başa vurub. Materialı soyulur. Dırnaqla cızırsan soyulur materialı. Qabaq təkərsin brizqaviklərdir, şəlpə də deyirlər. Qapı dəstəkləridir. Bunun öz dəstəyinin rezini yoxdur, amma bunlarda rezin var. 2 ədəddir. Və belə bir 3-cü dəstək də var. Bu dəstəyin əvəzinə bunu da qoya bilərik. Səhv eləmirəmsə Moskviç maşınındır. Sonra karbüratordur, donor karbürator. Bu karbüratora görə Kamil əmiyə təşəkkürlərimi bildirirəm. Mənim maşınımın karbüratorunu düzəldəndə bunun üzərindən bəzi hissələri açdı, qoydu o biri karbüratorun üzərinə və bunu da bütünlükdə mənə verdi ki, gələcəkdə lazım ola bilər. Qaz pedalıdır, yazılardır. Avtobus üçün nəzərdə tutulub, harasa vurulur. Sonra qapını açmaq üçün dəstəkdir. Məndə sürücü tərəfin qapısında nasazlıq var. Həmin bu dəstəkdə təzəsini almışam. Sonra yanacaq səviyyə göstərici cihazıdır. Bizdəki bu cihaz nasazdır. Göstərmir yanacaq çənində nə qədər yanacaq var. Onu dəyişəcəm. Bu yenisini qoyacağım ora. Ondan başqa belə bir siqnal işıqlarıdır və yaxud da qabarit işıqlar. Avtobusun damında var bu işıqlar. Onları bəzisi yoxdur, bəzisi də ki belə bir vəziyyətə, yəni rəngi saralıb solub, rezini də yox. Onları dəyişəcəyəm. Bunları qoyacağım onun əvəzinə. Daha sonra belə bir arxa stoplardır.
Yadınızdadırsa mən keçən dəfəki çəkilişdə demişdim ki, bizdə avtobusda orijinal arxa stoplardır. Sovet vaxtı istehsal olunub. Üzərinə Stelanov SSR yazılıb və məndə olan stoplar isə nisbətən yenidir. Hansı ki, Sumqayıtdan almışdım. Və istəyirəm ki, avtobusun üzərində olan detallar elə orijinal olsun. Ona görə də belə bir arxa stoplar sifariş elədim Rusiyadan. Gətirdim bunları, gətizdirdim daha doğrusu. 2 ədəddir və 2 ədədi də gələcək, yoldadır. Daha sonra burada rezinlərdir. Avtobusun şüşəsi üçün, qapısı üçün. Bu rezinlərə görə mən Nazim əmiyə təşəkkürlərimi bildirirəm. Belə bir rezinlərdir. Sonra bizdə burada alın şüşədir. Paz 672 avtobusu üçündür bu şüşə və Kuban avtobusuna da quraşdırmaq mümkündür. Eyni şüşələrdir. Sağ və sol. 2 ədəd buradadır, 2 ədədi də evdədir. Sual verə bilərsiniz ki, nəyə görə bunların hərəsindən 2-2, 4-4 götürürsünüz? Ona görə ki, zaman keçdikcə bu hissələri, bu detalları tapmaq çətinləşir. Məsəl üçün, orijinal vəziyyətdə qalmış, yaxşı vəziyyətdə qalmış, işlənməyən sükan tapmaq çətindir. Məsələn, bu arxa stoplar, hansı ki, üstündə SSR-də istehsal olunub, yazılıb. Bunları mən burada heç cür tapa bilmədim. Nə Sumqayıtdakı bazarda, nə Bakıda, hətta Gəncədə, Göyçayda da oldum. Orada da müəyyən yerlərə getdim, tapa bilmədim bu orijinal stoplardan. Ona görə də məcbur qaldım Rusiyadan. Sifariş verdim, oradan gətizdirdim. Bir növ ehtiyat tədbiridir. Yəni, sabah məsələn, alın şüşə elə bir şeydir ki, təmir zamanında sına bilər və yaxud da avtomobilin istismarı zamanında sına bilər və onu yenisi ilə əvəz eləmək sonra çətinlik əmələ gətirir. Çünki bilirsiniz, köhnə model avtobusdur. Buna hissələr tapmaq zaman keçdikcə çətinləşir. Eyni mövzu arxa stoplara da, Sovet vaxtı istehsal olmuş arxa stoplara da aiddir və s. Və burada rəng dəsti almışam. Rəngdir, rəng üçün lazım olan ləvazimatlardır. Avtobusun damını rəngləməyi nəzərdə tuturam. Damın vəziyyəti, bax, gördüyünüz kimi belə köhnə rəngdir. Artıq ömrüm başa vurub bu rəng. Bir növ mən əslində istəyirdim qayda qanunla rənglənsin, amma o kapital təmir səviyyəsində dəmirçi işi, rəngsaz işi görmək üçün hazırda həm maddi imkan yoxdur, həm şərait yoxdur. Ona görə də o kapital təmirə qədər, nəzərdə tutulan kapital təmirə qədər maşının öz sağlamlığını itirməsin, metalı paslanıb sıradan çıxmasın deyə mən belə deyək də bu quslar üsulla, adi məişətdə ki, rəngləmə üsulu ilə avtobusu rəngləyəcəm. Əsasla damını. Çünki avtobusların damı bilirsiniz ki, daha tez pas tutur, daha tez sıradan çıxır. Xüsusən də dayanıbsa və qaraj şəraitində deyilsə, bağlı şəraitdə deyilsə. Ona görə də bu rəng işini görəcəyəm. Əgər normal keyfiyyətdə alınsa, çox güman ki, avtobusun çöl tərəfini də rəngləyəcəm belə bir üsulla. Çünki burada bilmirəm telefonda görünür ya yox, kist izləri görünür. Bu avtobusu əvvəllər görünür ki, elə kistlə rəngləyiblər adi qaydada. Halbuki normalda avtomobilləri biz bilirik ki, rəng siləyici vasitəsilə rəngləyirlər. Hələ ki, mövcud vəziyyətdə biz nəyə imkanımız çatırsa ona qane olub, onun əsasında iş görəcəyik. Daha sonra imkan olanda kapital təmir üçün nəzərdə tutduğumuz şəkildə, necə ki, məsələn, Juglini təmir eləyəndə tamam sökdü, kökdən dəmirçi işi görüldü, rəngsaz işi görüldü. Elə bir yanaşma ilə də inşallah bu avtobusa yanaşacağıq. Sonra belə bir yan şüşə də var. Mən bunu nəzərdə tutmuşdum ki, mən tərəfdə şüşə nasazdır. Yəni belə deyək də, orijinal şüşə qırılıb, kəsib düzəldiblər.
düz gəlmir. Fikirləşdim ki, bəlkə də bu şüşə yarayar. Hərçənd ölçüsünə görə bilirdim ki, düz gəlməyəcək. Amma yenə də götürdüm bu şüşəni. Paz 672 avtobusu üçündür bu şüşə və bir neçə dənədir. Əgər kiməsə lazım olsa, kiməsə ehtiyacdırsa verə bilərəm bu şüşəni. Mənə lazım deyil. Belə dostlar, hələ ki bu xırdaları almışıq. Bu xırda hissələri, detalları almışıq. Və eləcə də ressor axtarışındayım. Qaz 51 ressorunun. Burada tapa bilmədim normal vəziyyətdə Qaz 51 ressoru. Məndə çünki avtobusda 2 ədəd ressor sınıqdır, qırıqdır. Düzdür, onu əvəz eləmək olar başqa ressordan, amma mən istəyirəm ki, elə öz zavod ressoru nə olubsa, o cür ressorlar qoyaq altına. Ona görə də axtarıram. Əgər burada tapa bilməsəm, çox güman ki, onu da Rusiyadan gətirəcəyəm. Və indiki mərhələdə bu yanacaq ölçü cihazını quraşdıracağım panelin üzərinə. Daha sonra avtobusu işə salıb karburatorunu nizamlayacağıq. Ondan başqa mən bu sürətlər qutusunun mexanizmində, link mexanizmində lüft var idi. Onu aradan qaldırmışam və muftanı bir qədər nizamlamışam. Onları yoxlayacağam ki, görüm özünü necə aparır. Əvvəlki ilə müqayisədə nəticəsi yaxşıdır, yoxsa ki, yenə də nizamlamağa ehtiyac var. Eləyə bildiyimi eləyirəm, eləyə bilmədiyimi də Allahın izni ilə bacarıqlı ustalara göstərəcəyik, onların xidmətlərindən yararlanacağıq. Beləliklə benzin tökdük. Benzin çəninə. Karburatorun şlankını qoşuruq. Bu şlankı da bura. Beləliklə benzin çənindən gələn şlankı da bağladıq karburatora və benzini vururuq. Nasıl? Karburatorun baxış pəncərəsindən də görürük ki, benzin nə cür dolur. Kifayətdir. İndi isə işə salaq. Ya Allah. Kırdala. Ha, öyle. Yok, Malat yarım. Manat var mı? Yok, yaxşı, manat.
Bunlarda taklometr yoxdur. Ya Allah. Tərpəni. Yol bu tarafta. Hə, oturacağı sürüşdürəcəm. Gördün mü birinci sürətini aşağı. Tabii birinci sərnişi. Hə? Birinci sərnişi. Birinci sərnişi. Birinci dəfə bu banda gelirsən. Hele bu tarafta çekelim. Kamera öz oturuyor stopta. Поворот ключа, просыпается сталь. Я топлю педаль, мне бензина не жаль. В карбюраторе шторм, в инжекторе впрыск. Это не просто машина, это бешеный риск. Воздух рвется внутрь, как голодный зверь. Забирай капот и захлопывай дверь. Вверх-вниз, поршни ходят ходуном. Вверх-вниз, мы сжигаем этот дом. Впуск, сжатие, рабочий ход. А на выпуске чистый музыкальный код. Это сердце машины, это ДВС. Рок-н-ролл мотора, технический прогресс. Первый так вдохнул, приготовил смесь. Второй так вжал, чтоб взорваться здесь. Искра свечи, словно молния удар. Третий так толкает, раздувая пожар. Четвертый выхлоп, дым летит в трубу. Коленвал крутит саму судьбу. Вверх-вниз, поршни ходят ходуном. Вверх-вниз, мы сжигаем этот дом. Пуск, сжатие, рабочий ход. А на выпуске чистый музыкальный код. Это сердце машины, это ДВС. Рок-н-ролл мотора, технический прогресс. Клапана танцуют, стучат как кастанеты. Раз предвал диктует свои куплеты. Масло льется рекой, чтоб не стерся металл. Ты такого ритма еще не слыхал.
4'e geçiyor. Neyse siz ne lazımdır ki? Her yapsın. 2 ile 4'ün yeri sərtləndə motor ağlayır. Burada partlayır, o çıxır belə. Kuş dəli açıqdır müəllim. Ona görə içəri düşdüm mən. Yaxşı başını dağıtma.
Connect. Hə, gəzintidən xoşun gəldi, Əbülfəz? Mən indi başa düşdüm ki, uşaq vaxtı niyə ürəyim bulanırdı avtobuslarda. Elə? Burada yaşamaq. Tüstü bir yandan, isti bir yandan. Hə, bunlar hamısı bax izolyasiya olunmalıdır. Bütün bax o quru şiteldi, borular da orada tüstü boru hamısı tutulmalıdır. Deşikləri varsa nizamlanmalıdır. Amma bugün əsas odur ki, birinci sürətdən ikinci, üçüncü sürətə atmağı öyrənə bildik. 3-dən 4-ə, 2-dən 3-ə rahatdır, çünki sinxronizator var. 1-dən 2-yə atanda çətin olur. Çünki sinxronizator yoxdur. Muftanı gəlir 2 dəfə basıb buraxasın. Amma bəzi sürücülər var elə bir dəfədən də muftanı bir dəfə basmaqla atırlar 1-dən 2-yə. Prinsipcə elə bir çətinliyi yoxdur idarə olunmasında. Juguldən biraz çətindir. Bax gör yanır. Yox. Burada pavarotnik yox taxı. Pavarotnik budur. Nə bilim. Abisine verin. Yanır. Yanır. İşləyir. Ventilator işləyir. Ha. Nə bu? Bu şüşəyə su vuran nasosdur rezin. Ayaqla idarə olunur. Bunu ayağınla belə basırsan. Amma mən elə fikrim var ki, o elektriklə olsun. Bunlar da şotkalardır. Ha. Evet, bir də ona kömək elə də. Hə. O qalsın. O birisi işləmir. Hə? Elə kükrür, hoppanar da eləmişdim. Qaz verirsən işıq düzəlir.
Projektorla yandırım. Yandı. Yalnız dur orada çekli çekim. Belə. Ekoloji postun yanından çeşmeyin. Hə. Bunu fikirləşirəm ki, hələ Alıp koyacağız bize. Əbülfəz nədir o? Xüsusi katalizatorlar qoyurlar da deyəsən, tüstü borusuna. Bilmiyorum. Elə bir şey, filtrlər falan olmalıdır. Katalizator bağlı. Elədir də Əbülfəz. Karavan yığırsansa bir əlin cibində olmalıdır. Çox sağ ol. You can ask the flowers. I sit for hours, telling all the bluebirds, the bill and coo birds, pretty little baby.